Salam, hər vaxtınız xeyir. Biz bugün Demidovicdən 526-cı limitin həllinə baxarıq. Baxacağımız limit maraqlı bir limitdir. Nömrə 526 limitin sıfırlanır. Limit x yaxınlaşır sıfıra. İkinci dərəcədən kök altında kosinus kök altında x bərabər. Verilmiş bu limiti həll eləmək üçün yazılan limit x yaxınlaşır sıfıra. İkinci dərəcədən kök altında kosinus kök altında x-də yazaraq y üstündə ln ikinci dərəcədə kosinus kök altında x bərabərdir. Y sabit olduğu üçün yazarım. Y üstündə limit x yaxınlaşır sıfıra və kosinus kök altında x-in üstündə x-də 1 olduğu üçün qüvvəti x-də 1 olduğu üçün x-də 1 də e-nin qarşısına keçirdərək onlar 1 bölünsün x bölünsün e-nin kosinus kök altında x bərabərdir. 1 bölü x-i ln kosinus kök altında x-ə vuranda bərabər olar y üstündə limit x yaxınlaşır sıfıra surətdə olan ln kosinus kök altında x məxrəcdə isə olar x. Bu da bərabərdir. Y üstündə limit x yaxınlaşır sıfıra. Əgər biz sıfırın qiymətini kəsrin surət və məxrəcində nəzərə alsaq, kosinus 0 da 1-ə bərabər olacaq, ln 1 0 olacaq, deməli surətin qiyməti 0-a bərabər oldu. Məxrəcdə də x-in yerinə 0 yazsaq, məxrəcdə 0-a bərabər olur. Deməli, bizim kəsirimiz olur 0 bölünsün 0 şəklində. Bu da bilirik ki, qeyri-müəyyən haldır. Qeyri-müəyyən hal yarandığı üçün biz L'Hopital qaydasını tətbiq edirik bu limitə. L'Hopital qaydasını tətbiq etmək, surət və məxrəcin ayrı-ayrılıqda törəməsini tapmaq deməkdir. Əvvəlcə surətin törəməsini taparam. ln kosinus kök altında x-in törəməsi olacaq 1 bölünsün kosinus kök altında x. Bir də vurulsun kosinus kök altında x-in törəməsi vurulsun kosinus kök altında x-in törəməsi. Bir də vurulsun kök altında x-in törəməsi. Məxrəcdə də x-in törəməsini tapanda bizə verəcək 1. Bu da bərabərdir. Y üstündə limit x yaxınlaşır sıfıra. Bir bölünsün kosinus kök altında x vurulsun kosinus kök altında x-in törəməsi bizə verəcək sinus kök altında x. Kök altında x-in törəməsi isə bizə verəcək, əlbəttə ki, kosinus kök altında x-in törəməsi bizə mənfi sinus kök altında x verəcək və kök altında x-in törəməsi isə verəcək 2-də 1 vurulsun 2-də 1
Məxrəcdə də olacaq kök altda x. Bu da bərabərdir. Bu da bərabərdir. Y üstündə limit x yaxınlaşır sıfıra. Biz görürük ki, x sıfıra yaxınlaşanda sinus kök altda x bölünsün, kök altda x bizə birinci görkəmli limiti verir. Bunun qiyməti 1-ə bərabər olur. Onda deməli, bizdə sinus kök altda x bölünsün, kök altda x 1-ə getdiyi üçün qalın məxrəcdə 2 vurulsun kosinus kök altda x surətdə isə qalır -1. Bu da bərabərdir. Y üstündə. İndi isə x sıfıra yaxınlaşdığı üçün sıfırın qiymətini məxrəcdə kök altda x-in yerində nəzərə alsaq, kosinus 0 olacaq. Kosinus 0 da 1-ə bərabər olduğu üçün bizim limitimizin qiyməti olacaq. Y üstündə -1 bölünsün 2-yə. Deməli, bizə verilmiş bu limitin sonunda cavabı y üstü -2 ilə 1-ə bərabər olacaq.